Mənim narazı olduğum məqamlar odur ki, dublyaj hələ ki çox təəssüf ki, sadəcə efirdə olan boşluqları doldurmaq xatirinə olan vaxt üçün dublyaj olunur və bizim hələ də film kanalı, serial kanalımız yoxdur, onlayn platformamız yoxdur və kinoteatrlarımız çox təəssüf ki, tamamilə Azərbaycan dilində dublyaj eləmir. Əgər bunlar olsaydı, əgər daxili bazarda rəqabət olsaydı, demək olar ki, rəqabət yoxdur daxili bazarda. Rəqabət olsaydı, onda bəli, biz hər şeydən məmnun idik. Mən də, sən də, Emin də, bax, rəqabət. Onda bəli, istədiyin qiyməti təyin eləyə biləcək. Hər şey gəlir rəqabətə. Çünki biz artıq mən sənin səsinin keyfiyyətini, yazma keyfiyyəti bilirəm və mən Vüsal Murtsəliyevi istəyirəmsə və sifarişçiyə də deyirəmsə Vüsal Murtsəliyev, Vüsal da deyir ki, əzizim, mən həftədə 3 dəfə səsləndirirəm, filan layihədəyəm. Mənə bu qədər pul verirlər. Mən onun üstündə pul təklif eləməliyəm və belə rəqabət olduqca rəqabət yoxdur. Bilirsiniz, mən sizə bir söz deyim. Bir də problem nədir bir də? Yəqin ki, razılaşarsınız da. Bax, hal-hazırda artıq bir neçə ildir ki, dublyaj həqiqətən də çox yaxşı bir vəziyyətinə gəlib çıxıb. Lisenziyalı filmlər, seriallar, əvvəlki illərə baxanda artıq indi daha təbiidir, daha qulağa yatımlıdır, daha yaxşıdır. Amma nədənsə tamaşaçıların bir çoxunun fikrində o köhnə illərdə kimi qaldı. Belə deyək də, dəlini quyuya bir daş atdı, hamısı getdi onun dalınca inandı. Biraz belə deyək, yad münasibət var dilimizə qarşı, dublyajımıza qarşı.